Əziz izləyicilərimiz, əziz valideynlər və əziz şagirdlərimiz, biz bugün Azərbaycanın gözəl bölgələrindən biri olan Şamaxı şəhərindəyik. Daha bir müəllimi işıqlandırmaq üçün gəlmişik. Özünüzü təqdim eləyin. Əliyev Qurban Şahkərimov. Şah Kərəmoğlu. Müəllim, öz fəaliyyətiniz haqqında zəhmət olmasa məlumat verin. 92-ci ildən hərbi xidmətə çağırılmışam. Bir il Rusiyada xidmət elədikdən sonra 92-ci ildə təzədən yenidən axıra gəlib Azərbaycan Silahlı Qüvvələrində xidmətimi davam etdirmişəm. 2012-ci ilə qədər 21 il hərbiçi kimi xidmət eləmişəm. 96-98-ci illərdə Türkiyə Respublikasına göndərilmişəm hərbi xidmətimi davam etdirmək üçün 2 il. 2012-ci ildə də 21 il xidmət elədikdən sonra təxris olmuşam. 3 ildə hərbi rəhbər kimi Şamaxı rayon Sərhan kəndində tam orta məktəbində hərbi rəhbər işləyir. Maşallah. Həyat yoldaşınızdır. Özünüzü təqdim eləyin. Elvira. Elvira xanım, öz həyat yoldaşınıza nə arzu edərdiniz? Necə bir həyat yoldaşıdır? Həyat yoldaşım çox mədəni insandır, xeyirxah, ailəsinə qarşı çox mehriban, qayğıkeş. Elə də həmişə gəlir, evdə də danışır, şagirdlərinə də elə qayğıkeşdir. Yəni evdə çox razıyam. Allah razı olsun. Neçə övladınız var müəllim? 3 oğul. Sizin yolunuzda davam edən övladlarınızdan var, yoxsa necə? Yox, biri bu dəqiqə hal-hazırda hərbi xidmətdədir. Əslində bugün gəlməli idi. İnşallah qaldı. Naxçıvandadır. Ayın 12-si gələcək. 4 gün Bakıda xidmət elədiyi üçün. İndi ayın 12-si inşallah ili tamam olur. 1 illik ali təhsilidir. İnşallah arzusu var idi. Bəli, hərbi xidmətdə qalar. Sadəcə olaraq o vaxtlar, o gedən müddətdə 9 aydan sonra ailə təhsilləri çağırırdılar. Hərbidə qalmaq üçün 3 aylıq kursa. Sonradan o gedən müddətdən biraz sonra 3 aydan sonra oldu. Ona görə də xidmətin davam edə bilmədi. İnşallah təxris olsun, ondan sonra bəli, hərbidə xidmət etmək istəyir. Sonra gəlib səfərbərlik idarəsinə müraciət edir. İnşallah. Çox sağ olun müəllim. Sağ olun. Çağdaş komandası adından sizə təşəkkürümüzü bildiririk. Çox sağ olun. Sağ olun siz.